Namaz çətin deyil qılmaq, amma o namazı riyasız qılmaq çətindir. Birinə ehsan vermək çox çətin deyil, amma o ehsanı verəndə elə eləyəsən ki, sırf Allah üçün olsun, kimisə təşəkkürünü gözləməyəsən, kimisə çox sağ olunu gözləməyəsən ki, getsinlər orada burada danışsınlar ki, filankəs çox xeyirxah adamdır. Ulan heç biri olmadan eləyəsən. Bu biraz çətindir. Burada məsələ budur ki, bunu elədim, o mənə niyə təşəkkür eləmədi? Tutardı o əməli. Heyf elədin o əməli. Allah da qiyamət gün deyəcək ki, elədiyin əməli. Təşəkkür də elədilər sənə. Tutardı. Heç nə qalmayıb. Tərif üçün eləməmişdin. Tərif də elədilər də sənə. Biz bəzən hətta küsüb inciyirik bu şeylərə görə. Ki, mən filan kəsə yaxşılıq eləmişəm, mənə niyə təşəkkür eləmədi? Bir Allahın çox sağ olunu demədi. İnsan əməli eləyəndə bu şeyə mühüm çox fikir verməlidir ki, məni tərifləsinlər deyə eləyirəm, yoxsa Allah üçün eləyirəm?